Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi niyə imzalanmır? Fikirlərimin ikinci hissəsində, birinci hissədə başqa Ermənistan mətbuatına istinadən yayılan informasiyalarla bildirildi. Onlar bizi günahlandırır, biz onları günahlandırırıq və hansı tərəf haqlıdır? Bax, Azərbaycan bir ara söz-söhbət gəzirdi ki, siyasi camidə, jurnalistlər arasında, siyasətlə maraqlanan insanlar arasında, saytlarda, gərək yazılarda, təhlillərdə, analitikalarda güya ki, Putin deyib ki, Putinlə belə bir razılaşma yolu olub ki, Azərbaycan arasında Ermənistan sülhü yubadacaq, amma biz Zəngəzura girib özümüz götürə bilərik. Buna da nə ilə arqument gətirdilər? Çünki 2020-ci il 9 noyabr, 10 noyabr üç tərəfli atəşkəs haqqında sazişdə belə bir bənd var ki, 10-cu bənddə, 9-da Zəngəzur dəhlizi açılacaq və Zəngəzur dəhlizinə Rusiya təhlükəsizliyinə nəzarət edəcək. Ermənistan isə bunu qəbul eləmir, deyir ki, 3 məntəqədən ibarət dəhliz olsun, koridor olsun və Ermənistan özü həmin o gömrük rüsumlarından falandan qazanmaq üçün Ermənistanın özü nəzarət edəcək buna. Bu sarıdan demək olar ki, Azərbaycan güya Rusiya ilə razılaşıb ki, Zəngəzuru müharibə ilə, savaşla girsin, götürsün və s. Axır bu Ermənistanın propagandası, cəfəngiyyatıdır ki, Qərbdə özünün məzlum əzilmiş kimi, təklənmiş kimi göstərsin. Yəni biz Rusiyadan imtina eləmişik, Rusiya bizi sıxır, Azərbaycanın dəmir yumruğu ilə, əli ilə vurmaq istəyir və s. və ilaxır bizi aneksiyaya, torpaqlarımızdan imtinaya və s. və ilaxıra məcbur eləyir. Ermənistanın fikri niyə yalandır? Azərbaycan Rusiyaya belə hilələrlə, Türkiyə hilələrlə getməz. Azərbaycan Rusiyadan üzrxahlıq təzminat istəyir Azal təyyarəsinə görə Rusiyanın Panzer S raketi ilə vurduğu Allah rəhmət eləsin ölənlərə, pilotlara və ekipaj digər üzvlərinə, qalanlara can sağlığı, sərnişinlərə də həmçinin. Bu başqa mövzudur isə. Azərbaycan, yəni Rusun bu hiləsinə getməz. Ermənistan uzadır bu sülh prosesini, ona ispat kimi nəyə gətirirəm. Vitali Arkov var, dostumda da var Facebookda, Anar Rəhimov, kim istəsə dostluq yollaya bilər. O bir paylaşma edir ki, Paşinyan Kremlə başı aşağı belin bükə-bükə girəcək, yaltaqlanacaq, Kremldən, Ruslardan üzr istəyəcək. Oradan da indi vəziyyət o tempdə gedir. Çünki Paşinyan hökumətinə, öz iqtidarına tapşırıb ki, Rusiyanın üzv olduğu, Rusiyanın elə ki, yaratdığı MDB, nə bilim, KTMT, İqtisadi İttifaq və s. və axırda iştirak edin. Amma Biden administrasiyası dövründə Paşinyan bütün bunları, bütün bu toplantıları, sammitləri boykot edirdi. Trumpın Putinlə yaxınlığı Paşinyanı Rusiyaya yıxılmağa, yəni də Rusiyanın yalaqlıq etməyə məcbur edib.